Allah nə qədər zəhmət çəkən qardaşlarımız var, Allah onları ruh simvolu eləsin. Hər zaman balalarına halal zəhmətlə çörək yedirsin. Həmişə ailəsinin yanında başı uca eləsin. Namərdə möhtac qoymasın. Mərdi namərdə möhtac qalan dünyadayıq. Amma Allah həqiqətən deyirəm, bu qardaşları, bu zəhmətkeş qardaşlar ki var, əlləri, ayaqları, yəni baxırsan ki, pis gündədir. Yəni nə bilim, qurban olum Allaha da. Yəni insan bu günləri yaşamasa heç vaxt bilməz ki, kasıbçılıq nədir. Ona görə də mən həmişə demişəm ki, ya Rəbbim Rəsulullah, bu kasıbları heç vaxt namərdə möhtac qoyma günə. Daş ataq, qum ataq, dəmir ataq, ayağımız batsın, amma həqiqətən deyirəm, heç bir evin kişinin, evin asahqalının namərdə möhtac qalmasın. Həmişə qurban oldum bu kasıbların ruhsunu görsün. Adını teklif edeceği